Süni intellekt 10 illiklərdir fantasların müzakirə mövzusu idi. Amma bugün o artıq istənilən mətni yazır, diaqnoz qoyur və hətta strateji qərarlar verir. Fantastika reallığa çevrilib və biz bu yeni reallığın ilk şahidləriyik. Real kimi görünür, elə deyilmi? Az öncə gördüyünüz o təntənəli girişin özünü də mənim üçün süni intellekt hazırlayıb. Ölkəmizdə isə süni intellekt tərbiyəçiləri məhz burada yetişir. Süni intellekt dalğası Azərbaycana çatıb. Fantastik proqnozlar artıq real strategiyalara çevrilir. 2025-2028-ci illəri əhatə edən süni intellekt strategiyası bunun sübutudur. Amma texnologiyanın tətbiqi üçün ən vacib baza insan kapitalıdır. Bu tələbələr və gənc mütəxəssislər isə həmin strategiyanın mərkəzindədirlər. Günlük həyatımızda, əlimizdəki telefonlarımızda işlətdiyimiz chatbotlara, LLM-lərə, yəni böyük dil modellərinə qədər biz süni intellektlə içli-çöllü şəkildə yaşayırıq. EQA-nın AI platformasının daha da yaxşılaşdırılmasında iştirak etmək istəyərəm. Bundan əlavə olaraq süni intellekt müsabiqələri, müəyyən datasetlərin analizi, yeni özümüzə aid Azərbaycanın chatbotunun qurulması, bu kimi layihələrdə iştirak etmək mənim ən böyük xəyallarımdan biri olardı gələcəkdə. Yeri gəlmişkən AI Akademiya artıq qanunvericilik bazasına əsaslanan süni intellekt dəstəkli innovativ hüquqi axtarış platformasını yaradıb. Hazırda bir çox süni intellekt həlləri üzərində iş aparılır. Dünya praktikasına da baxsaq, burada məsəl üçün təbii dil emalı alqoritmləri var. Onların tətbiqi ola bilər bizim ölkədə gələcəkdə. Məsəl üçün, bunun tətbiqləri var. Təhsil sahəsində ola bilər, səhiyyə sahəsində ola bilər. Həmçinin bu özəl şirkətlərin servis sahələrində də ola bilər. Bir çox ölkələr bu sahədə hal-hazırda mütəxəssislərin yetişdirilməsinə fokuslaşıblar. Yəni, biz də həm infrastrukturun qurulması, həm də ki, bu ixtisaslaşmış kadrların yetişdirilməsi fokuslanırıq. Məncə, yəni, geridə qalmırıq, amma yəni, işlər görülməlidir təbii ki. Süni intellekt təkcə texnoloji yenilik deyil, həm də yeni dövrün strateji gücü sayılır. AI artıq dövlətlərin güc mövqeyini müəyyənləşdirir. Əvvəllər nüvə silahlarıdır, digər kütləvi qırğın silahları ilə dövlətlər fəxr edirlərsə, bir strateji bir güc kimi ona baxırlarsa, indi hal-hazırda süni intellektə o mövqedən yanaşırlar ki, süni intellekti güclü olan dövlət, süni intellekt, yəni texnologiyadan güclü olan dövlət güclü sayılır. Çünki o həm iqtisadi nöqteyi nəzərindən o datalara sahib çıxmaq, oradan dəyər yaratmaq. İndi mən bunu ümumi şəkildə deyirəm. Məsəl üçün, fərz edək ki, Google-da toplanan bu dərmanlarla bağlı axtarış yoxdur. Bütün insanlar dərman axtarır, hansısa tiplə bağlı məlumatları toplayır. İndi o toplanmış datanı Google götürür, verir ChatGPT kimi və ya hansısa bir şirkətə. Onlar onu emal eləyir və fikirləşirlər ki, araşdırırlar, tapırlar ki, hansı bölgə, hansı xəstəlik var. Azərbaycanın strateji baxışı da məhz bu qlobal trendə uyğundur. Ölkədə bir milli data ekosistemi yaratmaq, həmin məlumatların özlərini toplayandan sonra bu xam bir ilkin məlumat kimi bunu emal etmək, oradan biliklər əldə etmək, burada süni intellektin yeri görsənir. Ona görə də ölkəmizdə demək ki, o dediyimiz o rəqəmsallaşma elə bir həddə gəlib çatıbdır ki, artıq hər yerdə informasiya toplanır. Hər yerdə, istər kənd təsərrüfatında, istər iqtisadiyyatın müxtəlif sferalarında, bank, maliyyə qurumlarında, gündəlik bizim həyatımızda, insanların özlərinin, belə deyək ki, müxtəlif fəaliyyətində bunlar hamısı toplanır. Dəyişikliyin bir sıra peşələri sıradan çıxaracağı, yeni peşələri yaradacağı deyilir. Bəs əmək bazarı bu transformasiyaya nə dərəcədə hazırdır? Əslində, peşələr mahiyyət etibarilə başqa bir formaya keçir. Yəni, peşələrə tələblər dəyişir. Haradakı, belə deyək də, bizim əllə görülə bilən işlər artıq onlar monotonlaşıbdır. Onları çox rahatlıqla hansısa bir süni intellekt, rəqəmsallaşma həll yolları ilə optimallaşdırmaq olar. Bu istiqamətə təbii ki, süni intellekt təsir göstərir. Əmək bazarına daxil olmağa hazırlaşan kadrlar özlərinin bacarıqlarını dövrün tələblərinə uyğunlaşdırmalıdırlar. Süni intellektin təşviq etdiyi bu yenilikçi dövr Azərbaycana yalnız texnoloji üstünlük deyil, həm də yeni tarixi fürsət vəd edir. Gələcəkdə artıq neft və qazdan yox, bilik kapitalından, datanın gücündən danışacağıq. Elmira Seyfəddin qızı, Səfər Nəzirov, Ülvi İsmailov, İTV Xəbər.